Salam gənclər, bugün trend barədə danışacağıq. Trend nədir? Trendə hansı zaman aralıqlarında baxmalıyıq? Hər qırılmanı niyə trend qırılımı kimi götürməməliyik? Bu mövzularda danışacağıq. Əslində qalsa trendingdə məşğul olan kiməsə sual versək ki, trend nədir? Hamı demək olar ki, bilir, amma bu qədər sadə deyil. Məsələn, 4 saatlıqda trendimiz qalxışdır, amma 5 dəqiqəliyə düşəndə baxırıq ki, düşüş trendidir. Bəs biz long əməliyyat açaq, yoxsa short? Və ya trendə 4 saatlıqda baxırıq ki, qalxışdır, amma ekranı biraz daha uzaqlaşdırdıqda düşüş trendi olduğunu görürük. Və bir problem də odur ki, yaxşı, əməliyyatı düz istiqamətdə açdıq, bəs bu əməliyyatı nə qədər saxlamalıyıq? Bunların hamısına bu dərsimizdə baxacağıq. İndi isə dərsimizə keçək. 3 əsas trendimiz var. Qalxış trendi, yatay trend, yəni yanakı trend və düşüş trendi. Məsələn, bayaq dediyimiz kimi günlükdə qalxış trendi varsa, saatlıqda düşüş trendi ola bilər. Bəs biz hansına əsasən əməliyyat açmalıyıq? İlk öncə biz hansı növ trendlə məşğuluq ona baxaq. Əgər biz uzun müddətli əməliyyat açırıqsa, günlük, həftəlik, aylıq zaman aralıqlarında olan trendlərə baxacağıq. Yox, əgər biz əməliyyatı açıb bir neçə saat ərzində və ya maksimum 1-2 gün ərzində bağlayacaqsa, 1 saatlıq və ya 4 saatlıq zaman aralıqlarında trend axtaracağıq. Ancaq bu, günlük və həftəlik trendlərə baxmamalıyıq demək deyil. Gün ərzində açacağımız əməliyyatlarımız günlük və həftəlik trendlərlə dəstəklənərsə, bu bizim üçün daha etibarlı olar. Və böyük zaman aralıqlarında olan vacib yerlərdə olub-olmamağımıza da diqqət etməliyik. Və onu da qeyd edim ki, yüksək zaman aralığında olan trendlər aşağı zaman aralığında olan trendlərdən daha üstündür. Məsələn, günlükdə qalxış trendindəyik, amma 4 saatlıqda düşüş trendidir. Bu zaman bizim üçün qalxış trendi daha üstün olmalıdır. Ekranda saatlıq qrafikdə düşüş trendi görürük. Burada bəzi bölgələrdə short əməliyyat aça bilərik. Ancaq bu hissədə həftəlikdə vacib bir bölgə olduğu üçün əməliyyatımızı bu bölgədə ya bağlamalıyıq, ya da bu bölgəyə çatdıqda bir müddət short əməliyyatı düşünməməliyik. Çünki bu bölgə qiyməti yenidən yuxarı qaldırmağa qadir bir bölgədir. Gələcək dərslərimizdə bu bölgələr haqqında danışacağıq. Burada trendi tapmaq üçün lazım olan vaxt aralıqlarını qeyd etdim. Məsələn, 1 saatlıqda trendi tapmaq istəyiriksə təxmini 5-20 günə baxacağıq. 4 saatlıq üçün 1-3 aya baxa bilərik. 1 günlük üçün isə 6 ay və ya 1 illik olan qrafikə baxa bilərik. Məsələn, mən bu 4 saatlıq qrafikdə trendin rahatlıqla düşüş trendi olduğunu görürəm. Amma ekranı biraz uzaqlaşdırdıqda artıq 4-5 ayın şamlarını görürəm və qərar vermək də çətinləşir. Bizə də işimizi bu qədər çətinləşdirmək lazım deyil. 4 saatlıq üçün çox vaxt son 1-3 aya baxmağımız bəs edir. Edilən ən çox səhvlərdən biri də qrafikdə qırılmalar axtarıb trend dəyişdi qərarına gəlməkdir. Bu səhv edə biləcəyimiz ən böyük səhvlərdəndir. Düzdür, bu mövzuları hələ keçməsək də, qrafikdə Breaker Block, Mitigation, Gist, FVG kimi quruluşlar tapırıq və trend dəyişdi deyirik. Bu düz deyil. Bu o zaman düz olar ki, bu quruluşları qrafikin vacib və mənalı yerlərində axtaraq. Buna qrafikdə baxaq, nə cür səhv etdiyimizi görəcəyik. Ekranda qalxış trendində bir qırılma var, amma trend dəyişibmi? Təbii ki, yox. Burada da bir qalxış trendi görürük və Breaker Block ilə bir qırılma yaranıb. Yaxşı, bəs trend dəyişdimi? Yenə də yox. Trend dəyişməyib. Bu quruluşların vacib bir yerdə yaranmağı ən əsas şərtimizdir. Heç vaxt qrafikin ortasında qırılma axtarmayacağıq. Əgər trendimiz qalxışdırsa, biz də həmişə long əməliyyatlar açmağa üstünlük verəcəyik. Təbii ki, yüksək vaxt aralıqlarında olan vacib bölgələrə qədər. Məsələn, qalxış trendidir və burada bir qırılma olur və qırılmadan short əməliyyat açırıq. Və təbii ki, yenə stop oluruq, çünki qırılma vacib zonada yaranmayıb. Bayaq incə bir məqama toxunduq, günlük trend saatlıq trenddən üstündür. Deyək ki, 1 saatlıq düşüş trendində short əməliyyat açırıq, bəs bu əməliyyatımızı nə qədər saxlamalıyıq? Əgər günlərlə, həftələrlə saxlasaq, axır əvvəl stop olacaq. Saatlıq trenddə əməliyyat açırıqsa, günün sonuna qədər maksimum 1-2 gün saxlaya bilərik. Və ya deyək ki, günlükdə göy xətlə işarələdiyim bu cür vacib bir zona var. Biz də əməliyyatımızı maksimum bura qədər davam etdirə bilərik. Çünki bu zona qiyməti yuxarı qaldıra biləcək potensiala malikdir. Və baxın, qırılmalar da bu zonada yaranırsa,
biz buna qırılma deyə bilərik və həqiqətən də qiyməti yuxarı daşıya biləcək bir potensialı var. İndi isə real qrafikdə baxaq. Məsələn, bu qrafikdə günlük qalxış trendi var və qiyməti yuxarı daşıyacaq vacib bir zonamız da var. Burada trendin düzəltmə verərək aşağı düşdüyünü də görürük. Keçirik 1 saatlıq qrafikə və burada da kiçik bir düşüş trendimiz var. Bu hissədə short əməliyyatı açırıq. Stopumuz da məlumdur. Bəs əməliyyatı hara qədər gözləyəcəyik? Gördüyünüz kimi qeyd etdiyim bu hissədə vacib bir zona var və qiyməti buradan yuxarı daşıyacaq yetərincə alıcı var. Bir sözlə təhlükəli zonadır. Bu FVG ola bilər, order blok ola bilər, IFVG və ya başqa şey ola bilər. Fərqi yoxdur. Əsas odur ki, yüksək zaman aralığında bu zonada qiyməti yuxarı qaldıra biləcək bir gücü var. Biz də əməliyyatımızı bura qədər saxlayacağıq. Stop lossumuz bura, take profitimiz də maksimum bura olacaq. Trendə isə saatlıqda baxıb əməliyyat açırıq deyə burada qazanc almağımız çox vaxtımızı almayacaq. Maksimum 3-5 saata qazanc alacağıq. Əmr toolumuz da bu cür görsənəcək. Dostlar, ümid edirəm ki, bu videoda az da olsa nəsə öyrənə bildik. Çox da çətin olmadığını düşünürəm. Və son olaraq da deyim ki, videoları bir neçə dəfə izlədikdə daha dəqiq anlayacaqsınız. Və hər dəfə izlədikdə videoda bəzi yerləri yeni görmüş kimi olacaqsınız. Ona görə bu playlisti bitirdikdən sonra əgər nəsə öyrəndiyinizi düşünsəniz, məsləhət görərəm ki, bir dəfə də təkrar baxasınız. Sonraki dərslərdə görüşərik. Özünüzə yaxşı baxın.